Və dəyərli şagirdlər, bu videoda mövzumuz səhifə deməli 18, 6-cı sinif ingilis dili kitabından Around the World, dünyada deməkdir. Beautiful Olinda, yəni gözəl Olinda şəhəri və Portugal dilindədir Olinda Linda. Və uşaqlar, bu mövzuya keçməzdən əvvəl əslində müəlliminiz sizə bir deməli mətn verəcək. Bilmirəm, indi sizdə məktəblərdə müəllimlər bunu sizə verir, yoxsa yox. Mən videonun axırında bu mətni sizə göstərəcəm. Və o mətni işləyirsiniz, o mətnə aid suallar var, suallara cavab yazırsınız və s. Əgər kimlərsə işləyirsə, mən onu videonun sonunda təqdim eləyəcəm. İndi isə bu səhifəni işləyirik. Biz dərsimiz deməli məktəbdə keçirilmədiyinə görə, mən sadəcə onlayn izahlar verdiyimə görə, yəni məktəbdə keçirilən dərs quruluşunda keçmirəm. Sadəcə olaraq burada mən sizə kömək məqsədi ilə dərsin izahını verirəm. Və başlayaq, oxuyub tərcümə eləyək. I'm from Olinda, a town in Pernambuco State in Brazil. Mən deməli Braziliyada Pernambuco ştatında yerləşən Olinda şəhərindənəm. I love my town and in this post I'm writing about Olinda again. Mən şəhərimi sevirəm və bu postda mən yenidən şəhərim haqqında yazıram. Və bu nöqtələrin yerinə uşaqlar burada deməli çalışma 2-də sözlər var. Onları yerləşdirəcəyik. Oxuyaq. Sonra isə yerləşdirəcəyik. At this time of the year, it's carnival time. Deməli ilin bu vaxtı karnaval vaxtıdır. There are street parties for 11 days and nights in Olinda. Deməli Olindada 11 gün gecə gündüz küçə partiləri, şənlikləri olur. People listen to music and watch the parades. İnsanlar musiqi dinləyir və paradları izləyirlər. Frevo is a traditional dance in Pernambuco. Frevo Pernambucoda ənənəvi rəqsdir. I love it. Mən onu sevirəm. Deməli bura hansı gedir? It's carnival time gedir və onu yazaq. Okay. My mom is a cook. Anam aşpazdır. She sometimes works at carnival. O bəzən bir dəqiqə mən bunu səfirə yazdım. Aləmi qatıblar bir-birinə. Bu deməli çalışmanı bu mətnin altında verir. Hərəsini bir yerdə veriblər. Dərs video ilə başlamalıdır. Videonu salıblar bu səhifəyə. Bunu elə birinci səhifədə verdi. Ona görə də uşaqlar çaşbaş qalırlar. Aha. Deməli bura gedir 1-ə. It's carnival time. Kitabın dilini öyrənənəcən uşaqlar sizə biraz çətin olacaq, sonra öyrəşəsiniz. Aha. At this time of the year, bunu oxuduq. My mom is a cook, anam aşpazdır. She sometimes works at carnival. Bəzən o karnavalda işləyir. I always go to the safe zone for teens when she's working. Mən o işləyən vaxtda həmişə təhlükəsiz tələbələr, yeniyetmələr üçün təhlükəsiz zonaya gedirəm. I meet my friends and have snacks there. Mən dostlarımla görüşürəm və orada qəlyanaltılar qəbul edirəm, yeyirəm. I often play video games there too. Mən orada video oyunlar da oynayıram. Aha. Bura hansı başlıq gedəcək baxaq. A place for teens. Deməli bu ikisi getdi. Yeniyetmələr üçün yer. For teens. Aha.
Do you like colors? Renkləri sevirsənmi? Then Olinda is the place for you. O zaman Olinda şəhəri sənin üçün uyğun bir yerdir. There are great art museums, but you can see art in the streets too. Orada deməli incəsənət muzeyi, rəsm, yəni muzeyləri var, but you can see deməli küçələrdə də rəsmlər görə bilərsən. Olinda is fun. Olinda əyləncəli yerdir. Görək bura hansı başlıq gedir. Art is everywhere. Art is everywhere. Olinda is a UNESCO World Heritage Site. Olinda deməli UNESCO-nun dünya irsi yeridir. This means that the town is not only my Olinda, it's your Olinda too. Bu deməkdir ki, bu şəhərcik təkcə mənim Olindam deyil, sənin də, sizin də Olindanızdır. Deməli, yazırıq ki, bura haradır, bura başlığına gedir. Our Olinda, bizim Olindamız. Deyir, mətnə sürətlə bax. Then write the correct answers in your notebook. Və cavabları dəftərində tez-tez yaz. Aha. What? What nə deməkdir? Sual sözlərdir bu üçü də. Who, kim deməkdir? What for, nə üçün? What for, nə üçün deməkdir? Sinonimi nədir? Why. Nə üçün, nəyə görə? Yes. The text is nədir deyir? The text is a blog post. Bəli, budur. Blog paylaşımıdır. The topic of the text is, deməli, tekstin mövzusu nədir? Şəhərcik. Karnavaldan danışmır əsasən. Şəhərdən danışır və şəhərdən danışanda da karnaval mövzusuna da toxunur. The author of the text is a teenager, bəli, deməli, tekstin müəllifi yeniyetmədir. Adult, yetişkin deməkdir, xeyir. What for, nəyə görə? The goal of the text is to give, deyir ki, mətnin məqsədi nədir? Directions, istiqamət vermək, yoxsa information, məlumat vermək, məlumat verməkdir. Bu ikinci tapşırıq artıq biz işlədik. Sonra isə deyir, then read, listen and check. Sonra isə dinləyin, yoxlayın. Dinləməni mən qoşum. Siz də qulaq asın. Hey Benjamin, are you beautiful Olinda? Beautiful Olinda. In Portuguese, Olinda Linda. I'm from Olinda, a town in Pernambuco state in Brazil. I love my town, and in this post, I'm writing about Olinda again. It's carnival time. At this time of the year, it's carnival time. There are street parties for 11 days and nights in Olinda. People listen to music and watch the parades. Frevo is a traditional dance in Pernambuco. I love it. A place for teens. My mom is a cook. She sometimes works at Carnival. I always go to the safe zone for teens when she's working. I meet my friends and have snacks there. I often play video games there too. Art is everywhere. Do you like colors? Then Olinda is the place for you. There are great art museums
But you can see art in the streets too. Olinda is fun. Our Olinda. Olinda is a UNESCO World Heritage Site. This means that the town is not only my Olinda, it's your Olinda too. Aha, dinlədim. Aha. The text says, I love my town, and in this post I'm writing about Olinda again. Mətndə deyir ki, mən şəhərimi sevirəm və bu postda, paylaşımda mən yenidən Olinda haqqında yazıram. What does this mean? Bu nə deməkdir? Write the correct options in your notebook. Dəftərinizdə düzgün variantı qeyd edin. The blog's author lives in Olinda. Bəli. Deməli, blogun müəllifi Olindada yaşayır. Bəli. Doesn't live deyil. Doesn't live yaşamır deməkdir. This is the author's first blog about Olinda. Bu müəllifin Olinda haqqında ilk paylaşımıdır. Xeyr. Isn't. İlk paylaşımı deyil. Yəni orada deyir axı ki, again, mən yenidən Olinda haqqında yazıram. Deyir, look at the words in bold. Qara hərflərlə verilmiş sözləri tapın. Sonra isə onları uyğunlaşdırın. I love Samba School parades. Mən Samba məktəbi paradlarını sevirəm. Deməli, don't talk to people you don't know. Bu deyil. There is a famous one in Rio. Rio'da məşhur belə bir deməli parad var. Bu uyğun gəlir. My grandmother is a great cook. Anam, nənəm möhtəşəm bir aşpazdır. I prefer to go to after xeyr. I love to have dinner at her house. Mən onun evində yemək yeməyə xoşlayıram. Be safe during carnival. Karnaval vaxtı təhlükəsiz ol. Don't talk to people you don't know. Tanımadığın adamlarla danışma. I don't have snacks at the stadium. Mən stadionda yemək yemirəm. I prefer to go to a restaurant after the match. Yarışdan sonra restorana getməyə üstünlük verirəm. Mətni yenidən oxuyun və dəftərinizdə düzgün variantları qeyd edin. People celebrate carnival in Olinda for more than a week. Bir həftədən çox, bəli, bunu keçirirlər. Variantı. The author goes to the safe zone every day during carnival. Hər gün getmir də, karnaval vaxtı gedir safe zona. Safe zone təhlükəsiz zona. In the safe zone, teenagers can hang out with their friends. Yes. Dostlarıyla vaxt keçirirlər, amma burada deyir dərslər keçirirlər. Xeyr. The author of the text thinks that the art museums in Olinda are. Deyir ki, deməli, mətnin müəllifi düşünür ki, art dərsləri, art muzeyləri burada çox qəşəngdir. In It's Your Olinda Too, your refers to the people from Olinda. Deyir ki, It is Your Olinda cümləsindəki your sözü kimə aid edilir? The people from Olinda, Olindadan olan insanlar, xeyr, oxucuya. Do you feel safe during carnival? Sən deyir, karnaval vaxtı özünü təhlükəsiz hiss edirsən. Bizdə karnaval olmadığına görə nəsə səs yaza bilərsiniz. Yazın ki, yes, I'm safe. Çünki, because we don't go to carnivals. Onlardakı kimi bizdə belə bir şeylər olmur. Okay, gəlin videoya baxaq. Videoya baxarkən iki sualın cavabını bilməliyik. Why do people celebrate Children's Day? Nəyə görə insanlar uşaqlar gününü qeyd edir? Which three countries are in the video? Hansı üç ölkə var videoda? Gəlin dinləyək, uşaqla baxaq. Children's Day.
there fish in the sky? Oh, I know. It's Children's Day. People all over the world celebrate Children's Day to show children just how important and special they are. In Japan, Deməli, elə birinci cümləsində bu sualın cavabını dedi. İnsanlar dünyada uşaqlar gününü ona görə qeyd edirlər ki, to show children how they are important, necə olar vacib və xüsusidirlər. Biraz buranı kiçildir. How they are important and special. Birinci sualın cavabını yazdıq. they call Children's Day Kodomo no Hi. It's in May. Parents, aunts, and uncles make these colorful fish kites so their daughters and sons, and nieces and nephews grow up strong and healthy. In Aha. Deməli, Yaponiyada onun adı gördünüz necədir uşaqlar? these colorful In Japan, they call Children's Day Kodomo no Hi. Kodomo no Hi. Aha. 3 ölkə adı istəmişdi bizdən. Biri Japan'dir. Orada deyir ki, böyüklər uşaqlar üçün balıq formasında çərpələnklər, uçurtmalar düzəldirlər ki, uşaqlar sağlam böyüsünlər, güclü böyüsünlər. It's in May. Parents, aunts, and uncles make these colorful fish kites so their daughters and sons, and nieces and nephews grow up strong and healthy. In India, Children's Day is called Bal Diwas and is in November. Aha. Deməli, Yaponiyada keçirilən uşaqlar günü may ayındadır. Əlavə məlumat. İndiyada ikinci ölkənin adı İndiyadır və burada keçirilən uşaqlar günü Novemberda, yəni noyabr ayında keçirilir. Children receive presents like books, toys, and clothes. And there are many activities in the city and at schools. Deməli, deyir, burada uşaqlara necə hədiyyələr verirlər, kitablar, oyuncaqlar, paltarlar verirlər və məktəblərdə, şəhərdə fəaliyyətlər keçirirlər, bayramlar keçirilir. In Brazil, Children's Day is Dia das Crianças. Üçüncü ölkə deməli Brazil oldu. Orada da adı Dia das Crianças. Children's Day is Dia das Crianças. On this day in October, window washers dress up like superheroes in the city of São Paulo. Aha, deyir ki, bugün onlarda oktyabr ayında keçirilir və pəncərə yuyanlar xüsusi qəhrəmanların geyimlərini geyinirlər. They visit hospitals Və xəstəxanalara gedirlər, belə pəncərələrdən. and they meet sick children. Və xəstə uşaqlarla görüşürlər. It's awesome to see a superhero outside your window. Öz pəncərəndən superheronu görmək möhtəşəm bir duyğudur. It makes the children feel happy and special. Uşaqları xoşbəxt və xüsusi hiss etməyinə kömək edir, səbəb olur. What do you think? Is Children's Day important? Siz nə düşünürsünüz? Uşaqlar günü vacibdirmi? Fikirlərinizi özünüz əlavə edə bilərsiniz. Aha, sonra keçək digər səhifəyə. Aha, read and listen to Olivia and Benjamin. What's the problem? Given directions. İstiqamət göstərmək.
Deyir ki, oxuyun, qulaq asın Olivia və Benjaminə, görün ki, problem nədir? Hey Benjamin, are you okay? Salam Benjamin, yaxşısan? Yeah. Hey uşaqlar, qeyri-rəsmi dildə, danışıq dilində salam deməkdir. Yeah, but I can't find the balloon alley. Aha, yaxşıyam deyir, amma ki mən bowling zalını tapa bilmirəm. Where are you? Hardasan? Let me see. Dayan bir baxım. I'm on Liverpool Street. Mən Liverpool küçəsindəyəm. In front of the park. Parkın önündə. Olivia deyir. Okay. Aha, deyir. Go straight. Düz get. Then turn right on Main Street. Sonra isə Main Streetdə, Main küçəsində, yəni əsas küçədə deyə bilərik, sağa dön. Okay. The bowling alley is next to the shopping center. Deməli, bowling zalı ticarət mərkəzinin yanındadır. I see, görürəm. Thanks, I'm on my way. Mən yoldayım artıq, yəni çatıram. Okay. Problem nədir deyir? What's the problem? Yazırıq ki, the problem is that yazaq. Siz bunu şifahi deyəcəksiniz də. Problem is that Benjamin can't find the way to deməli the bowling alley. Yəni bowling alley-yə gedən yolu tapa bilmir. Bowling salına. Complete the mini dialogues in your notebook with the expressions below. Aşağıdakı ifadələrlə balaca bu dialoqu tamamlayın. What time is it? Let me see. Deyir ki, babular, are you okay? Yaxşısan. I'm on my way. Yoldayam. Let me see. Dayan bir baxım. Biri saatı soruşanda nə deyirik? Deyirik, dayan bir baxım. Let me see. Let me see. Are you coming? Gəlirsən? O da deyir ki, hə, yoldayam, gəlirəm. I'm on my way. Deyir, maşındayam, gəlirəm. I've got a problem. O da deyir ki, mənim problemim var. What's your problem? Nədir ki problemin? Yaxşısan? Are you okay? Listen and repeat the expressions. Dinləyin və təkrarlayın. Dinləməni qoşub təkrarlaya bilərsiniz özünüz. Listen to the dialogue again, then practice with a partner. Yenidən dialoqu dinləyin və sinif yoldaşınızla bunu təkrarlayın, məşq edin. Burada nəyi göstərir uşaqlar? Deməli, sual cümləsinin səs tonlamasını. Where are you? Where are you? Deyəndə səs aşağı düşdü. Are you okay? Səs, görürsünüz, yüksələn səsə doğru gedir. Yəni, ümumi sual cümləsində səs yüksəlir. Xüsusi sualda səs where are you? Məsələn, where are you? Belə bir şey eləmirik. Where are you? Səs düşür aşağı. Are you okay? Orada isə səs yüksəlir. Okay. Role play a new dialogue, follow the steps. Yeni dialoqu deməli məşq edin, ifa edin, follow the steps, izləyin, yəni addımları izləyin. Bu sinifdə keçiriləcək bir deməli məşğələdir və yəqin ki bunu sinifdə işləyəcəksiniz. Müəlliməniz izah eləyəcək. Practice extra, deməli, əlavə məşğuliyyət, reading, oxuma. Chinese New Year, Çində yeni il. Look at the images, discuss the questions with a partner. Şəkillərə baxın və şəkilləri
deməli, müzakirə edin sinif yoldaşınızla. Aha, şəkillərə əsasən cavab versək belə deyəcək ki, what's Chinese, məsələn, New Year, Çin yeni ili nədir? Məsələn, it is a big party in China. Məsələn, belə bir şey deyə bilərsiniz. It is a big party in China. What things do people do at Chinese New Year? Çin yeni ilində uşaqlar nə edir? Aha. They clean houses. Məsələn, evləri təmizləyirlər. Houses. Sonra məsələn, people put red lanterns. Put red lanterns. Yəni qırmızı fənərlər qoyurlar. Okay, read the blog and listen where your ideas in exercise 1 correct. Gəlin oxuyaq görək. Dinləməsi də var. Dinləməyə qulaq asmayacağıq. My favorite festival, mənim sevimli festivalım. My favorite festival is Spring Festival. Mənim sevimli festivalım yaz festivalıdır. Some people also call it Chinese New Year. Bəzi insanlar onu Çin yeni ili adlandırır. It's a big family celebration in China. Deyir, bu Çində böyük bir ailə bayramıdır. The date of the festival depends on the cycles of the moon. Festivalın tarixi ayın dövrlərindən asılıdır. Some years it's in January and others in February. Bəzi illərdə yanvarda, bəzilərində isə fevralda olur. Before the festival, we clean and decorate our houses. Festivaldan əvvəl biz evimizi təmizləyib bəzəyirik. Every neighborhood, street and building has got red decorations. Hər məhəllə, küçə və bina qırmızı deməli bəzəklərlə bəzədilər. We love the color red as it is a symbol of energy and being happy. Aha. Biz qırmızı rəngi sevirik çünki o enerji və xoşbəxtliyin simvoludur. The Spring Festival dinner is very important. Bahar festivalı şam yeməyi çox mühümdür. Every neighborhood, street and yox. Many Chinese people travel to be with their families. Aha. Bir çox Çinli ailələri ilə birlikdə olmaq üçün səyahət edirlər. We eat special food together. Biz birlikdə xüsusi yeməklər yeyirik. Parents and grandparents often give children red envelopes with money. Valideynlər, nənə, babalar uşaqlara içində pul olan qırmızı zərflər verirlər. You take the envelope with both hands. Sən zərfi iki əlinlə götürürsən. It's not polite to use one hand or to open the envelope in front of the person. Deməli, zərfi bir əlinlə götürmək və insanların, həmin şəxsin qarşısında zərfi açmaq nəzakətli, yəni ədəbsizlik sayılır. Today, a lot of people also send red envelopes to friends and family online. Və bugün çox adam qırmızı zərfləri dostlara və ailəyə online olaraq göndərir. Many cities and towns in China celebrate Spring Festival with fireworks, dragon and lion dances and fairs at parks. Çində bir çox şəhər və qəsəbələr bahar festivalını, atəş fəşanlıq, əjdaha və şir rəqsləri, həmçinin yarımharikalarda qeyd edirlər. My favorite thing about Spring Festival is seeing the bright colors of the fireworks at night. Mənim sevimli hissəm həmin vaxtda atəşfəşanlığın parlaq rənglərinə baxmaqdır. They are beautiful, onlar çox gözəldir. Okay, read the blog again.
and answer the questions in your notebook. Bir yenidən oxuyun və suallara cavab verin. Why does the date of Chinese New Year change every year? Nəyə görə deyir dəyişir? Because the date depends on the cycles of the moon. Çünki ayın dövründən asılıdır, dövr eləməsindən asılıdır. Onu özləri yazıblar. Why do Chinese people use red decorations? Nəyə görə qırmızı bəzəklərdən istifadə edirlər? Nəyə görə? Çünki uşaqlar why ilə verilən suallara because ilə cavab veririk. Because red is a symbol of elə yazılıb mətnin içində də zaten of energy and being happy. Being happy. What do children get from their families? Uşaqlar deyir ailələrindən nə alırlar? They get red envelopes with money. Pul, içində pul olan yəni envelope zərflər alırlar. How do children take their presents? They take their presents, hədiyyələri necə alırlar uşaqlar? İki əllə. With both hands. How can people receive presents in another country? Başqa ölkədə olan insanlar hədiyyəni necə əldə edə bilər? They can receive presents. Necə? Orada yazılmışdı. Online. Sonra complete the sentences in your notebook. Dəftərinizdə cümlələri tamamlayın. We put special lanterns in our house to decorate it for spring festival. Biz yaz festivalı üçün evimizi xüsusi deməli fənərlərlə bəzəyirik. Have you got any? I need to send some letters. Deyir səndə bir neçə dənə zərf olarmı? Məktub göndərmək üçün. Amma heç nə pul da qoyurlar da. I love watching the colors of the deməli mən I listen to the loud sounds. Mən nəyin rənglərinə baxmağı xoşlayıram dedi orada. Mətndə var idi. Fireworks. Ateş fəşanlığı. We had a big for my 18th birthday. Mənim 18-ci ad günümə, doğum günümə biz böyük bir nədir? Qonaqlıq, məclis təşkil etdik. In my country, mənim ölkəmdə it isn't to eat with your mouth open. It isn't polite. Mənim ölkəmdə ağzın açıq yemək yemək ədəbsizlikdir. In Chinese New Year, similar to a festival in your country, what's different? Is Chinese New Year? Deyir ki, Chinese yeni ili sənin ölkəndəki hansı bayramla uyğunlaşır? Bizdə uşaqlar bahar bayramı ilə, Novruz bayramına yaza bilərsiniz ki, Chinese New Year is similar to Novruz holiday. Novruz bayramına oxşayır. What's different? Fərqli olan nədir?
Yazırsınız ki Chinese, məsələn, bir fərq yaza bilərsiniz. Mən bir fərq yazıram. New Year depends on the cycle of the moon. Düzdür, dəyişir tarixi, ayın dövründən asılıdır. Amma Novruz holiday is always, həmişə on March 2021. Başqa fərqlər də yaza bilərsiniz. Bu qədər. Və mən ola bilsin ki, müəlliminizin sizə təqdim edə biləcəyi iş vərəqini indi açıram və onun izahına keçirəm. Okay. Və budur. Əlavə iş vərəqi. İndi bilmirəm, müəlliməni sizə işlədəcək ya yox. İşlədənlər videonun davamında bunu istəyə bilər yəni. Greetings from Senegal. Senegaldan salamlaşma. Today, why don't I tell you about our food here in Senegal? Bugün mən sizə nəyə görə Senegaldakı yeməyimiz haqqında danışmayım. Senegalese cooking is part African, part French and it's delicious. Deməli, Senegal mətbəxi qismən Afrika, qismən fransız mətbəxidir və dadlıdır. The food is always spicy and we love street food. You can eat it with your fingers. Deməli, yemək həmişə spicy, baharatlı olur. Yəni, yəqin ki, çox güman ki, acılı falan olur. And biz küçə yeməklərini çox sevirik və sən onları əllə də yeyə bilərsən. I often buy a sandwich for breakfast on my way to school. Mən tez-tez yolda səhər yeməyi üçün sandviç alıram. My favorite is spicy bean. Mənim üçün sevimlim acılı lobya sandviçidir. For lunch or dinner there is yassa or dibi. Deməli, nahar və ya şam yeməyində isə yassa və ya dibi yeyirik. Əlaqədar mən onları sevirəm. You can buy chicken or fish yassa. Sən toyuq və ya balıqla olan yassa ala bilərsən. They cook it with onions, spices, lemon juice and French mustard. Onlar onu soğan, baharatlar, limon şirəsi və fransız xardalı ilə bişirirlər. Yəni təsəvvür edirsiniz o necə acı bir yeməkdir. Və ya turş. I usually eat my yassa with rice. Mən adətən öz yassamı düyü ilə yeyirəm. Okay. Sonra dibi is a lot of people's favorite street food. Dibi bir çox insanın sevimli küçə yeməyidir. It's lamb with onions and a spicy mustard sauce. O deməli soğanlı və baharatlı xardal sosu ilə bişmiş quzu ətidir. Everywhere in Senegal there are special shops called dibiteries where you can buy a dibi. Deməli, Senegalın hər yerində demək olar ki, dibiteri adlanan xüsusi dibi satılan dükanlar var və sən oradan dibi ala bilirsən. There is a good one near my house. Mənim evimin yaxınlığında yaxşı belə bir dükan var. I go there every week with my friends. Mən hər həftə ora dostlarımla gedirəm. I'm hungry now. Mən indi acam. It's time to eat. Yemək vaxtıdır. See you. Görüşərik. Deməli Musa. Bunu da yazan Musadır. Look at Musa's blog post. Musa'nın bir paylaşımına bax. Take the correct answer. Musa kimdir? A teenager from Senegal. Bəli, Senegaldan olan bir yeniyetmə. Senegalda bir turist deyil. Read the first part of the text and complete the sentences. Cümlələri tamamlayın. Mətnin birinci hissəsindən gəlin tamamlayaq. Food in Senegal birincisi özləri yazıblar. All Senegalese food is spicy. Yəni baharatlı. Acılı belə. People in Senegal really like street food. Deməli küçədə satılan yeməkləri xoşlayırlar. You eat street food with your fingers. Barmaqlarınla yeyirsən.
Deyir ki, mətnin sonrasını oxu. Böyük şəkildəki olan yeməyin adı nədir? Baxaq görək. Hə, bunun adı nədir? Düyü ilə yeyilir. Bu yassadır. Və dördüncü, write the names of food each sentence from 1 to 6 refers to. Aha. Hər bir qidanın adını de. Gəl deyək. Musa sometimes eat this for breakfast. Aha. Sandwich özləri yazıb. This has got onions with it. İçində deyir soğanlar var. Bu dibi idi. Soğanlı quzu. You often eat this with rice. Adətən bunu deyir düyü ilə yeyirsən. Bu da yassaydı. You eat this food with a sauce. Sos ilə də yeyirsən. Bu da yassaydı. Orada deyir xardal sosu. This has got mustard, meat or fish in it. Bu da yassaydı. Deyəsən. Dəqiq baxaq. İçində xardal, ət və balıq var. Bu yassadır, bəli. O biri isə dibi, qoyun əti, quzu ətindən bir şey. This street food is very popular. Bu küçə yeməyi çox məşhurdur. Dibi. Which food from Senegal is your favorite? Hansı yemək sənin üçün sevimlidir? Yaza bilərsiniz ki, my favorite food from Senegal is. Hansı istəsəz yaza bilərsiniz. Nəyə görə? Why? Məsələn, yaza bilərsiniz ki, is yasa because I love rice. Məsələn, düyünü xoşlayıram. Nə bilim, yaza bilərsiniz dibi. My favorite food from Senegal is dibi because I love lamb. Mən quzu ətini xoşlayıram məsələn. Okay, what would you include in a blog post about street food in your country? Siz öz ölkənizdə olan, deməli, küçədə satılan yeməklər haqqında nə deyə bilərsiniz, nə paylaşa bilərsiniz? Bu da artıq sərbəst işdir, istəsəz yazarsınız. Okay, bu qədər uşaqlar, bu videoluq bu qədər. Sağ olun, kanala abunə olmağı, videoları bəyənməyi, qəşəng rəylər yazmağı, videoları paylaşmağı unutmayın. Sağ olun.